Salam, hər vaxtınız xeyir olsun, əziz abituriyentlər. Bu video artıq bizim 8-ci videomuzdur ki, 2027-ci il din buraxılış imtahanı 11-ci siniflərə düşəcək olan yeni esse modeli haqqındadır. İnşallah artıq yazmışıq, deməli, topikimiz bəllidir. Topiki tərcümə eləyək. What is the role of festivals in people's lives? İnsanların həyatında festivalların rolu nədir? Cümlələr artıq hazırdır. Təbii ki, biz bu videolarda əsasən hazırladığımız cümlələri ingilis dilinə necə keçirəcəyik? Əsasən texniki məsələlər, texniki tərəfindən danışırıq. Çünki ümumiyyətlə inşa yazmaqda əsas məsələ, iki mərhələ var. Birincisi, zehnimizə cümlələri məntiqli şəkildə dim tələblərinə uyğun formada gətirmək. İkincisi isə həmin cümlələri ingilis dilinə keçirmə, yəni texniki tərəfi. Biz əsasən bu videoda ingilis dilinə cümlələri necə keçirməliyik? Cümlə strukturları, texnikaları, quruluşları, cümlədə xüsusi nüanslar ki, cümləni keçirərkən şagirdlərin ən çox elədiyi səhvlər haqqında danışırıq. Amma cümlələri necə zehnimizə gətirək? İmtahanda Azərbaycan dilində inşanı necə quraq? Əsas məsələ haqqında çox danışmırıq. Çünki bu videolara əsasən məqsədi texniki tərəfdir. Amma hər bir halda istəyirəm 2 dəqiqə vaxtınızı alım. Texniki tərəfləri, yəni cümləni ingilis dilinə keçirməmişdən əvvəl sizə ümumi olaraq çox uzatmayacağım, 2 dəqiqəlik ümumi olaraq inşa necə yazılmalıdır, onun haqqında məlumat verəcəm. Bir də bu məlumata keçməmişdən əvvəl sizi önəmli bir məsələ ilə tanış edeyim, önəmli bir məlumat verim. Deməli, mən artıq ChatGPT ilə yeni prompt yaratmışam. Bu promptda siz yazdığınız inşanı həmin aşağıda linkini qeyd eləyəcəm. Bu promptun kimdə ChatGPT deməli tətbiqi varsa telefonunda həmin linkə daxil olaraq bu promptda mənim hazırladığım həm dim tələblərinə uyğun, həm də ümumi qəbul olunan metodika ilə birazdan da izah edəcəm 5 mərhələli metodika ilə dim tələblərinə uyğun formada inşanızı yoxlayacaq, qiymətləndirəcək, etdiyiniz səhvləri üzə çıxarıb onun doğru formalarını sizə deyəcək və öyrədəcək və ən sonunda da inşanızın daha düzgün, doğrulanmış variantını sizə təqdim eləyəcək. Yəni sizin yazmaq istədiyiniz məntiqi ardıcıllıq cümlələrlə olan inşanın ən gözəl variantını, dim tələbinə uyğun olan variantını sizə təqdim eləyəcək və 5 ballıq üzərindən, 5 ballıq sistem üzərindən qiymətləndirəcək. Yəni kim istəsə bu linki qeyd eləyə bilər, yadda saxlaya bilər, pulsuzdur, ödənişsizdir. Hər zaman istəsəz inşa yazıb buradan yoxlaya bilərsiniz. Keçək məsələmizə 2 dəqiqəlik sizə izahat verim. Deməli, ümumiyyətlə İngilis dilində inşa yazarkən birinci təbii ki cümlələri Azərbaycan dilində düzgün fikirləşib, şagirdlər əsasən sonra ingilis dilinə çevirir. Azərbaycan dilində inşa 5 mərhələdən ibarətdir. Əsasən 5 mərhələdən. Yəni siz bu mərhələləri bilsəz və hansı mərhələdə, hansı növ, hansı atmosferlə, ab-havalı cümlə yazmalısınız onu bilsəz, ağlınıza cümlə gələr. Yəni bu mərhələ və hər mərhələnin tələbini bilmək sizi yönləndirir ki, bu formada cümlə yaz. Yəni bu imtahanda tələb olunan bu cür inşalar sizin rastgele ürəyiniz istədiyiniz formada yazıla biləcək bir inşa deyil. Burada bir tələblər var. Burada hər iki tərəfdən danışılmalıdır və ya ən azı 2 dənə ideya irəli sürülməlidir və onun izahı və ya nümunəsi verilməlidir. Yekun cümlə qeyd olunmalıdır, giriş cümlə. Yəni bunlar əsasdır. Neysə, keçək mərhələyə. Birinci mərhələ nədir? Bizə deyir ki, insanların həyatında festivalların rolu nədir? İlk öncə siz birinci cümlədə, məsələn, əvvəla cümləni oxuyaq. Festivallar insanların həyatında mühüm rol oynayır. Mən inanıram ki, onlar icmaları bir araya gətirir və dəyərli ənənələri qorumağa kömək edir. Bu iki cümlə bir yerdə topic sentence və ya giriş cümlədir. Yəni burada sən artıq mövqeyini ortaya qoyursan ümumi olaraq, amma xüsusi olaraq yox. Bu məsələyə diqqət eləyək. Yəni inşaya giriş olaraq cümləni giriş cümləsini verdin və sonra mövqeyini də ortaya qoydun. Bu bir yerdə birinci mərhələdir. Yəni artıq sən cümlədə hələ ki ideyalar irəli sürməmişdən əvvəl ümumi mövqeyini ortaya qoydun və məsələ haqqında ümumi aktual belə deyək, nüanslara toxundun. Yəni deyirsən ki, mən inanıram ki, onlar icmaları bir araya gətirir və dəyərli ənənələri qorumağa kömək edir. Bu bir araya gətirmək və ənənələri qorumaq bu məsələnin ən birinci, ən ümumi bir tərəfləridir, mövqedir. Sən artıq bu mövqedən girdin məsələyə. Sonra isə ikinci mərhələ burada başlayır. Birincisi deməklə first of all, firstly və ya first vergül bunları deməklə
Sən artıq məsələn birinci ideyanı irəli sürmüş olursan. Festivallar ailələrə və dostlara birlikdə vaxt keçirməyə imkan verir. Aha, birinci ideya, birinci məsələni ortaya qoydum. Və həmin dediyin ideyanı, məsələni deməli sən support, yəni müdafiə etməlisən. Məsələn, burada dediyimiz festivallar ailələrə və dostlara birlikdə vaxt keçirməyə imkan verir. Sonrakı cümlə ilə bu qeyd etmələr zamanı insanlar yemək, musiqi və xoş fəaliyyətləri paylaşırlar. Bu cümlə başqa bir ideya deyil. Burada verdiyimiz ideyanın nümunəsi və ya izahıdır. Yəni verdiyin ideyaya nümunə verməlisən. Və 5-ci cümlədə hətta eynən davamıdır. Nəticədə müsbət, daha doğrusu münasibətlər daha güclü hala gələ bilər. Artıq sən 4 və 5-ci cümlə ilə 3-cü cümləni müdafiə elədin. 3-cü cümlə ideya oldu, 4 və 5-ci cümlə həmin bu 3-cü cümlənin izahları. 6-cı cümlədə isə bundan əlavə in addition, additionally, moreover bu kimi bağlayıcılarla ikinci ideyanı irəli sürürsən. Belə ki, ənənəvi adətlər bir nəsildən digərinə ötürülür kimi bir ümumi ideya irəli sürdün və sonra onu adətlər nəsildən digərinə ötürülür. Məsələn, izahı belə verirsən: festivallara qoşulan gənclər öz tarixləri və mədəniyyətləri haqqında daha çox öyrənə bilərlər. Yəni 6-cı cümlənin açıqlamasıdır bu. 8-də də deyir ki, bəzi böyük tədbirlər səs-küy tullan. Aha, bu 8-ci cümlə artıq 3-cü mərhələdir. Deməli, təkrar deyək, birinci, ikinci cümlə, birinci mərhələ daha doğrusu. Giriş və ya topic sentence 3, 4, 5, 6 və 7. Bu isə daha doğrusu 3, 4, 5 bu ikinci mərhələ, yəni birinci ideya, supporting idea 1. 6, 7 isə supporting idea 2, yəni ikinci dəstəkləyici ideyanı irəli sürdün. 8-də isə artıq 4-cü mərhələyə, yəni mənfi cəhətlər. Hər iki tərəfdən danışmalıyıq axı. Mənfi cəhətlərə keçirsən, burada da deyir ki, bəzi böyük tədbirlər səs-küy, tullantı və ya əlavə xərclər yarada bilər. Burada da baxırsan ki, aha, burada bir mənfi cəhətə toxundun. Amma mənfi cəhəti verdikdən sonra mütləq mənfi cəhəti yenidən öz mövqeyini müdafiə edən cümlə ilə mənfi cəhətin qarşısına bir cümlə qoymalısan. Çünki sən əvvəldən yaxşı tərəflərindən danışdın və mövqeyi ortaya qoydun ki, yaxşıdır, kömək edir. Amma burada mənfi cəhət danışmırsansa, sən o mənfi cəhətdən təzədən uzaqlaşmalısan, sanki loro dildə desək. Məsələn, buna baxmayaraq, bu problemlər yaxşı təşkilatçılıq vasitəsilə azaldıla bilər. Yəni, mənfi cəhəti ortaya qoydun, amma onun həll yolunda dedin ki, yəni, bu problem deyil əslində. Bu, əslində, bütün bu məsələni, bu prosesi mənfi etmir. Hətta əgər təşkilatçılar diqqətlə planlaşdırsalar, hər kəs təhlükəsiz və məsuliyyətli şəkildə qeyd edə bilər. Yenə də ideyanı, yəni öz mövqeyini müdafiə elədin 9-10-cu cümlə ilə. 4-cü mərhələdə bitdi. Sonra ən axırıncı cümlə ilə conclusion bölməsi mərhələsi, yəni ümumilikdə festivallar insanları birləşdirir və mədəni ənənələri canlı saxlayır kimi ümumi bir cümlədə verirsən və salam. Bu 5 mərhələni bilməlisiniz ki, siz artıq cümlələr sizin zehninizə bu formada gəlsin. Belə, çox uzatmayacağım, birbaşa cümlələri keçək. Deməli, birinci cümləmizi yazırıq ingilis dilində. Bildiyiniz kimi hər zaman cümlə yazarkən birinci mübtəda, sonra xəbərdən başlamaq lazımdır. Mübtəda və xəbər. Festivallar insanların həyatında mühüm rol oynayır cümləsində. Deməli, bizim cümləmiz olacaq nə? Bu cümlənin mübtədası festivallardır. Təbii ki, festival da ingilis dilində festivaldır. Festivals mübtədamız. Xəbəri biraz daha ayırıram. Xəbərimiz mühüm rol oynayır. Əslində oynayır. Feili birinci yazmaq lazımdır. Ümumiyyətlə feili birləşmələrdə feil hər zaman birinci gəlir. Rol oynayır yox, oynayır rol. Futbol oynamaq yox, oynamaq futbol. Hər zaman bu sadə nümunəni deyirəm ki, yadınızda qalsın. Oynayır mühüm rol. Oynamaq play. Təbii ki, festival cəmdə olduğuna görə place yox, play veririk. Çünki bilirik ki, feilin sonunda s olmadıqda cəm, s olduqda tək olur. İsmin tərsinəsidir. Oynayır mühüm rol. Rol sayılan tək isim olduğuna görə important yazacaq. Important yox, ən important olur. Important sayətlə tələffüz olunduğuna görə. Play an important role. Əslində burada an important role tamamlıqdır. Yəni mübtəda, xəbər, tamamlıq. Bu üç ardıcılığı mütləq yadda saxlayın. Ən əsas ardıcılıq budur. İngiliscə cümlə, mübtəda, xəbər və tamamlıqla başlamalıdır. Tamamlıq da nəyi nəyə deməli sualına əsasən cavab verir. Festivals play an important role qaldı insanların həyatında.
Ümumiyyətlə cümlə üzərini yazarkən birləşmə olaraq yazmaq lazımdır. Söz olaraq yox. İnsanların həyatındanı bir yerdə yazacaq. Təbii ki, bu ifadənin, birləşmənin sonunda dadə var. İngilis dilində şəkilçilər, yəni prepositionlar, sözünülər əvvəldə gəlir. Dadə indi həyat mənasında in işlənir. İnsanların həyatında insanların yiyəlik hal var. People's, daha doğrusu apostrofu tapaq burada. People's lives. Life yaşamaqdır. İsim mənasında da həyat deməkdir. Cəmlənəndə də deməli lives olacaq. Təbii ki, təkdə yazıldıqda f olaraq yazılır life, amma cəmlənəndə f v-yə keçir. Birinci cümləmiz bitdi. İkinci cümlədə mən inanıram ki, əvvəla bunu yazaq, sonrasını sonra yazarıq. Çünki ki that bağlayıcıdır. I believe that. Mən inanıram ki. Bundan sonrasını ki-dən sonrası ki-yə qədər ümumiyyətlə mən hər zaman çalışıram şagirdlərə belə öyrədim ki, bir mürəkkəb cümlə varsa, iki cümlə varsa, birinci cümləni yaz qutar, sonra birisi cümləyə keç. I believe that. Mən inanıram ki, onlar cümləni, bu önəmli nüansıdır deyim, ingilis dilinə tərcümə edərkən birinci cümləni tam tərcümə eləyin. Ən çox şagirdlərin elədiyi xəta. Birinci deyir onlar, yazdı məsələn bura. Məsələn, gəlin sizə nümunə verim. They, onlar yazdı. Sonra deyir icmaları, yazdı communities. Xeyr, mübtədadan sonra, they-dən sonra xəbər gəlməlidir. Xəbər bu cümlədə. Onlar icmaları bir araya gətirir və, və-yə qədər bir cümlə var. Birinci və-yə qədərini yazmalı. Bu cümlənin xəbəri gətirirdi. They-dən sonra gətirir, yəni bring olmalıdır. They bring gətirir nəyi? Bax, nəyi sualına verəni üçüncü yazmalısınız. Adətən uşaqlar bu sıralamaları bilmir deyə çətinlik çəkir. They bring, onlar gətirir icmaları. Communities, icmaları bir yerə, birlikdə. Bu together deməkdir. Bir yerə gətirir və and-i qoyduq, keçiyor bu cümləyə və dəyərli ənənələri qorumağa kömək edir və dəyərli ənənələri qorumağa kömək edir və kömək edir. İndi biz burada necə yazacaq? Kömək edir qorumağa dəyərli ənənələri. Niyə? Çünki birinci xəbər gəlməlidir. Deyərsiniz ki, mübtəda ilə onlardır. Bəzən and-dən sonra gələn cümlədə yeni mübtəda olmur. Əvvəlki mübtədadır. And-dən sonra birbaşa xəbərlə başlayır və xəbərimizə kömək edirdi. And help. To preserve ya da preserve vermək olar. Preserve qoruyub saxlamaq. Ümumiyyətlə, ənənə qoruyub saxlamaq dedikdə preservedir. Xüsusi olaraq bu mənada işlənən sözdür preserve. Helpdən sonra to da vermək olar. Olmasa da olar. Ümumiyyətlə, help semi-modal, yarı modal getdiyinə görə helplə digər ikinci sonra gələn feil arasında to olmasa da problem deyil. Sırf help sözünə aiddir və əsasən. Help preserve kömək edir qoruyub saxlamağa nəyi? Hər zaman xəbərdən sonra deməli, isim gəlməlidir. Məsələn, ənənələri qoruyur, amma biz ingiliscə necə deyəcəyik? Qoruyur ənənələri. İsmi sonraya saxlayırıq, xəbərdən sonraya. Qaldı, kömək edir qorumağa dəyərli ənənələri. Dəyərli nə verəcək? Valuable verərik hər bir halda. Ənənələr traditions da yazmaq olar. Ənənə əslində elə traditions əsas olaraq. Preserve, valuable traditions. Üçüncü cümləyə keçirik. Üçüncü cümləmizə. Deməli, nəsə burada yanlışlıq oldu. Deməli, üçüncü cümləmizə birinci bağlayıcımız və ya linking words'imizi yazırıq. First, məsələn, belə də yaza bilərik first'ü. Birinci olaraq, ilk olaraq mənasındadır. Birincisi, first, festivallar ailələrə və dostlara birlikdə vaxt keçirməyə imkan verir. Yenə mübtədamız burada festivalsdır. Xəbərimiz burada ailələrə və dostlara birlikdə vaxt keçirməyə imkan verir. İmkan verir. İmkan vermək, enable var, məsələn, imkan vermək, amma bu mənada əslində imkan verir, icazə verir mənasındadır. Yəqin ki, sizin zehninizə bu cümlə gələndə imkan verir, icazə verir. Ümumiyyətlə, imkan verir, çox zaman allow, icazə vermək məşhur allow sözü ilə istifadə edin. Festivals allow, mübtəda xəbəri verdik. Baxaq, indi nə verməliyik mübtəda xəbərdən sonra? Tamamlıq. Tamamlıq burada nədir? Tamamlıq nəyi nəyə, kimi kimə, bu kimi suallara cavab verir əsasən. Festivallar icazə verir kimlərə, ailələrə və dostlara. Families and friends. Ailələrə və dostlara icazə verir. Qaldı nə? Festivallar icazə verir ailələrə və dostlara birlikdə vaxt keçirməyə.
Bir dənə qaldı bu cümlə üzvümüz. İndi bunu yazmalıyıq. Yenə deyirəm, birlikdə vaxt keçirməyəni biz necə yazacağıq? Vaxt keçirməyə birlikdə. Bütün feili birləşmələrdə hər zaman birinci feil gəlir. Sonra birinci feil gəlir, sonra digər cümlə üzvlərini verməli. İndi burada deməli keçirməyə məyəni niyə işarəyə aldım? Çünki burada to adətən ingiliscə mağa məyə şəkilsini biz to ilə əvəz edirik. Yəni burada məsələn vaxt keçirməyə spenddir. Vaxt keçirməyə, maq üçün, mək üçün, mağa, məyə bu şəkilçilər feilin əvvəlində to olaraq verilir. To spend time vaxtı var burada. Keçirməyə vaxtı deməli bir yerdə nədir? Biraz əvvəldə dedik. Together. Aha, bu cümləmiz də tamamlandı. Dördüncü cümlədə bu qeyd etmələr zamanı insan, bu qeyd etmələr zamanı. Adətən bu zamanı ərzində zamanı during-dən verilir və cümlənin əvvəlində ayrıca da yazsaq olar. These celebrations, daha doğrusu cəm yazaq bunu. During these celebrations, bu qeyd etmələr ərzində, bu qeyd etmələr zamanı. Əslində bundan sonra biz məsələn vergül qoyub, deməli, vergül qoyub cümləni sonradan da başlada bilərik. Bu qeyd etmələr zamanı ayrıca olaraq da yazılır, problem deyil. Zaman zərfi bəzən əvvəldə ayrıca olaraq da yazılır. Bu qeyd etmələr zamanı insanlar, cümlə buradan başlayır. İnsanlar yemək, musiqi və xoş fəaliyyətləri paylaşırlar. Çox sadə. Biz bunu bu ardıcıllıqla yazacağıq. İnsanlar paylaşırlar yeməyi, musiqini və xoş fəaliyyətləri. İnsanlar nədir? People. Paylaşırlar share. Paylaşırlar. Sonra tamamlıq gəlməlidir. Nəyi paylaşırlar? Yeməyi, musiqini və xoş fəaliyyətləri. Yeməyinə verə bilərik food, ümumi olaraq yeməkdən danışırıqsa food. Share food. Musiqini music and bu məsələdə diqqət edin, sadalanmalı olan məsələlərdə ən axırıncı sadalananı vergüllə yox, and-lə ayırın. Food, music, vergül sonra yox, ən axırıncı bir dənə qalıbsa onu and-lə ayırmaq lazımdır. Təbii ki, bunu Azərbaycan dilində də öyrənmişsiniz. Yəqin ki, xoş fəaliyyətlər, xoş, pleasant vermək olar, good vermək olar burada, fəaliyyətlər activities, amma xoş deyəndə yemək, musiqidən danışırıqsa onun yanı sıra pleasant, good falan yox, enjoyable verə bilərik. Enjoyable həzverici mənasındadır əslində, amma yəni burada da xoş mənasında da işlətmək olar. And enjoyable activities. Xoş fəaliyyətləri paylaşırlar. Cümləmiz yəqin ki, doğru alındı. 5-ci cümləyə keçirik. Nəticədə as a result. Ən məşhur ifadə nəticədə. Therefore da olar, amma as a result da verə bilərik. Nəticədə münasibətlər daha güclü hala gələ bilər. Burada cümlə texnikalarımızdan da var. Münasibətlər, relationships. Relationships burada münasibətlərdir. Xəbərimiz nədir burada? Gələ bilər, yəni ola bilər, gələ bilər, daha güclü hala çevrilə bilər, ola bilər, olmağa başlaya bilər, gələ bilər deyilən təbii ki, dəqiq bir feil yoxdur ingiliscə, amma bu feilin qarşılığı hər zaman become'dır, ola bilər, yəni olmaq. Burada bilər söhbəti var. Bilər nədir? Deməli, bilər məsələsi, bunu da qeyd edək, bilər məsələsi ingiliscədə kəndir. Bilirsiniz ki, modal feil məsələsi də inşada işlənməli olan məsələdir. Bilər, bilir və ya bilər bu kimi mey və ya kənlə işlənir. Bacarmaq mənasında olduqda kənlə veriləcək. Bunu da işarəyə alaq. Bilək ki, burada söhbət nədən gedir. Relations can become. Və diqqət edin ki, modal feili biz əsas feilin, xəbərin, yəni become'ın əvvəlində işlədirik. Məsələn, Azərbaycan dilində bilər feilin sonrasında olur, amma bizə ingilis dilində can feilin əvvəlində olur və kəndən sonra heç vaxt zamana görə dəyişən feil esli, edli, yəni id şəkilsi olmadan şəxs və zamana görə dəyişmədən gəlməlidir. Mübtəda xəbəri yazılır. Relationships can become. Münasibətlər ola bilər. Ola bilər nə? Daha güclü. Güclü nədir ümumiyyətlə? Strong. Daha nədir? Daha ingilis dilində more və ya er müqayisə dərəcəsindən yəqin ki bilirsiniz. More və ya er, yəni təkhecalı söz olduğuna görə strong, er-lə artıracaq və er artırdıqda sifətə artıq və ya uzun söz olduqda, məsələn, beautiful olduqda əvvəldən more artıracaqsınız. Gözəl yox, daha gözəl olacaq. Daha ümumiyyətlə more və erdir. Sifətə aid olan dahadan söhbət gedir. Cümləmiz bitdi yəqin ki. Keçək 6-cı cümləyə. Bundan əlavə çox yazmaq olar. Biraz əvvəl işlədim. Moreover verə bilərik.
Deməli, bu da linking words bağlayıcıdır. Bağlayıcıları mütləqdir. İnşada, hər inşada mütləq tələblərdən biridir. Moreover, ənənəvi, bundan əlavə ənənəvi adətlər bir nəsildən digərinə ötürülür. Ənənəvi adətlər nədir? Ne yazılır? Aha. Traditional adətlər biraz əvvəl traditions verir. Təbii ki, traditionaldan sonra customs da vermiyorlar. Çox təkrarçılığa önəm verməməli, qətiyyən təkrarçılıq olmaz. Təbii ki, mövzunun adında olan sözdən, people'dan, festivaldan bir necə də istifadə etmək problem deyil, amma digər ümumi sözlərdən, məsələn, vacib sözü important, bunu essential, necessary, crucial bu kimi dəyişmək lazımdır. Aha, mübtədamızı yazılır. Traditional customs, ənənəvi adətlər. İndi keçirik xəbərə. Xəbərimiz nədir? Ötürülür. Aha, ötürmək. Pəs, bax, bu söz ümumən ötürmək mənasındadır, amma burada ötürür yox. Ötürülür kimsə tərəfindən. Məhsul növ, passive voice var. Biri var özü ötürür, biri də var kimsə tərəfindən. Ümumiyyətlə ingiliscəsində bir cümlədə eşidir yox, eşidilir, aparır yox, aparılır. Bu kimi kimsə tərəfindən il şəkildə əlavə olunursa Azərbaycan dilində feilə, deməli bu passive məhsul növ strukturunda yazılmalıdır. Bu da to be V3-dür. To be V3. Feilin üçüncü formasının əvvəlində to be. Yəni biz bunu to be olaraq yox, təbii ki, izlə və ya arla, daha doğrusu customs burada cəmdir deyə iz yox, arla yazırıq. Bilirsiniz ki, are to be-dir və feilin üçüncü formaları adətən id şəkilsi ilə olur. Qaydalı feillərdə are past. Bu ötürülür. Yəni burada artıq bunu da qeyd eləyək. Çox önəmli bir məsələdir. Əslində bunu bir başqa rəngdən də qeyd eləyə bilərik. Are past, yəni ötürür yox, ötürülür. Bu məsələyə də diqqət eləyək. Keçək. Adətən ənənələr deməli ötürülür. Deməli biz burada verməliyik indi nə? Nəsildən bir nəsildən digərinə. Bir nəsildən digərinə qalıb burada bir nəsildən. Dandan nədir? From. İlk öncə sözünü yazılmalıdır. One generation bir nəsildən digərinə. Digərinə yadınıza qalsın. To another. To another digər birinə, digərinə mənasındadır. Ona görə diqqət edin. Cümləmiz bitdi. 7-ci cümləyə keçək. Festivallara qoşulan gənclər öz tarixləri və mədəniyyətləri haqqında daha çox öyrənə bilərlər. Aha, festivallara qoşulan gənclər. Əla. Bu da cümlə texnikalarından biridir. Festivallara qoşulan an-ən şəkilçi ilə bir ismi təsvir etdinizsə, siz artıq bunu who və ya which canlı cansıza görə dəyişir. Onunla, bax, yazım sonra izah edin. Festivallara qoşulan gənclər bu kimi an-ənlə, qırmızı papaq taxan oğlan, qara rəngdə olan kitab, bu kimi an-ən ifadəsi ilə loru dildə desək, təsvir olunan isimləri tərsdən tərcümə eləmək lazımdır. Bizim mübtədamız festivallara qoşulan gəncləri. Biz onu gənclər kim ki, an-əni ingiliscəsində yazarkən who ilə, kim ki, cansız olsa which, canlını who ilə təsvir edəcəyik. Gənclər, gəncə verə bilərik. Young people, cavan insanlar, yəni gənclər. Who, bu an-ən burada who'dur. Cavan insanlar, kim ki, festivallara qoşulur verək, yoxsa qoşulur festivallara? Təbii ki, yenə qoşulur festivallara, yenə xəbər əvvələ keçir. İngiliscə bütün feili birləşmələrdə feil hər zaman əvvələ keçməlidir. Sifət, isim, hər nədirsə, zərfdir, hər nəsə sonraya keçməlidir. Who, qoşulur. Qoşulur nədir ingilis dilində? Join ən əsas bildiyimiz söz. Join festivals. Bu oldu bizim mübtədamız. Cavan insanlar, kim ki, gənclər, kim ki, qoşulur festivallara. Mübtədadan qurtulduq. Keçirik xəbərə. Xəbərimiz nədir burada? Öz tarixi və mədəniyyətlər haqqında daha çox öyrənə bilərlər. Yenə bilər, yenə can var. Can learn, yəni burada demək ki, can təkrarçılıqdır. Xeyr, modal feilin. Yəni ki, modal feillər can-də əsasən must ki, bu işlənir. Bu təkrar oluna bilər, bu problem deyil. Can learn, artıq can-i burada yenidən çərçivə alaraq qeyd eləmirəm, çünki yuxarıda artıq burada qeyd eləmişdik. Can learn mübtədanı verdik, öyrənə bilərlər. Bir daha deyim, modal feildən sonra şəxs və zamana görə feil dəyişilməməlidir, ana formada yazılmalıdır. Öyrənə bilərlər. İndi gəlir nə? Onların tarixi, gənclər öz tarixləri və mədəniyyətləri haqqında daha çox öyrənə bilərlər. Daha çox mordur. Biz belə yazmalıyıq. Öyrənə bilərlər daha çox. Həmişə feilə aid olan zərf feildən əsasən dərhal sonra gəlir. Sonra qalan bir cümlə üzvümüz var burada. Öz tarixləri və mədəniyyətləri haqqında. Bu ifadə bir cümlə üzvüdür. Bir ifadə olduğuna görə ən sonda gələn haqqındanı
ən əvvəldə bu ifadənin lap əvvəlində ingiliscə yazılmalıdır. Çünki bilirsiniz ki, sözünülər ifadənin, aid olduğu ifadənin tam əvvəlində yazılmalıdır. Çünki haqqında sözü öz tarixləri və mədəniyyətlərinə aid olduğuna görə tam onun əvvəlində yazılmalıdır. About, öz, yəni deyəndə onların, öz sözü yadınızda qalsın. Əsasən bizdə özdə onunla işlənir əsasən, amma adətən belə cümlələrdə onların tarixi, özlərinin, yəni tarixi, their history, onların tarixi və mədəniyyətdə culture-dir. Tarixləri, burada ümumiyyətlə histories düz deyil. Their histories, yəni ümumiyyətlə danışıqda, səsləmədə düzgün çıxmır. Onların tarixli. Tarix sözü ümumiyyətlə mədəniyyətin özü də. Culture, bu sayılmayan isimdir. Bizim dilimizdə bunlar larlər cəmlənə bilər. Bu məsələlərdə diqqət edin. Amma ingiliscədə bu sayılmırsa, sən bunu cəmləyib yaza bilmərsən. Cümlə bitdi. Son 4 cümləni sürətli şəkildə yazmağa çalışaq. Videomuz çox da uzanmasın. Deməli 8 cümlədir ki, bəzi böyük tədbirlər səs-küy, tullantı və ya əlavə xəzər yarada bilər. Mübtədamız bəzi böyük tədbirlərdir. Some large events. Xəbərimiz nədir? Yarada bilər. Burada can yox, may vermək istəyirəm. Çünki buradakı bilər sözü bacarmaq mənasında yox, ehtimal verir sanki, yarada bilər. Yəni ehtimal olduqda adətən can yox, may ilə də verin. Həm də təkrarçılıq olmasın. Can artıq 2 dəfə vermişik. Mübtəda xəbəri verdik. Mübtəda xəbərdən sonra nə etməliyik? Tamamlıq varsa tamamlıq verməliyik. Bəzi böyük tədbirlər yarada bilər. Nə yarada bilər? Səs-küy, tullantı və ya əlavə xərclər. Səs-küy nədir? Noise, ümumi olaraq sayılmayan tək isimli bu formada yazacaq. Səs-küy, tullantı, yəni israf mənasında waste verə bilərik və əlavə xərclər. Əlavə, addition da əlavədir, amma burada əlavə deyəndə lazımsız mənada əlavə. Normadan artıq mənasında olduğuna görə extra yadınızda qalsın. Xərclər də expenses və ya costs da verə bilərik. Costs da xərclər mənasındadır. Keçirik 9-cu cümlə. Buna baxmayaraq although vermək olar. Yəni bir çox bağlayıcı var. Buna baxmayaraq nevertheless falan kimi, amma əslində even so bağlayıcı da son kitablarda biraz çox görmüşəm deyə even so-nu işlətmək istədim bu səfər. Even so, buna baxmayaraq mənasındadır. Bu problemlər, yenə burada bilər xəbəri var, modal feil var. Bu problemlər bizim mübtədamızdır. These problems, bu problemlər azaldıla bilər. Aha. Biləri əvvəlcə yazaq uşaqlar. Azalt, burada azalda bilər demir. Yenə azaldıla bilər deyir. Buradakı ötürülür və ya are passive kimi. Yenə kimsə tərəfindən icra olunan hərəkətdir. Hərəkəti problemlər özü icra etmir. Kimsə tərəfindən problem üzərində icra olunur. Problemlər azaldıla bilər kimsə tərəfindən. Təbii ki, kimsə tərəfindən yazmayacaq. Sətr altı olaraq deyirik bunu. Kimsə tərəfi var reduce, bu azalda bilər olur. Can reduce azalda bilər deməkdir. Amma can be reduced azaldıla bilər olur. To be, üstəgəl feilin idili, qaydalıdsa idili forması olduqda artıq özü azaldı yox, kimsə tərəfindən azaldıla, il şəkilsi əlavə olunur Azərbaycan dilində. Bu cür düzəldi xəbərimiz. Can be reduced, azaldıla bilər. Yaxşı təşkilatçılıq vasitəsilə bydır, amma bu sözü də yadınızda saxlayın. Through, bu da vasitəsilə deməkdir. Yaxşı təşkilatçılıq, yaxşı gooddur. Təşkilatçılığı da organization verə bilərik yəqin ki. Keçək o birisi cümləmizə. Deməli, əgər təşkilatçılar diqqətlə planlaşdırsalar, hər kəs təhlükəsiz və məsuliyyətli şəkildə qeyd edə bilər. Burada birinci cümləni yazaq. Əgər if-dir, təşkilatçılar organizers verə bilərik. Organizers. Xəbərimiz nədir burada? Planlasalar. Planlaşdırsalar. Plan carefully. Diqqətli şəkil, diqqətlə planlaşdırsalar diqqətlə. Birinci xəbəri verdik. Daha doğrusu mübtəda organizer, sonra xəbər, sonra carefully. Aha, carefully-də orfoqrafik xəta elədik. Keçirik növbəti cümləyə. Hər kəs nədir? Hər kəs əvvəla yazaq. Everyone. Everyone törəmədir və xəbəri tək olmalıdır. Təhlükəsiz və məsuliyyətli şəkildə qeyd edə bilər. Yenə bilər var burada. Bilər, ümumiyyətlə, modal feil biraz əvvəl dedim, təkrarçılığın problemi yoxdur. Qeyd etmək olar, çünki modal feillər inşallah da hər zaman çox işlənən ifadələrdəndir. Everyone can celebrate. Mübtəda xəbəri verdik. Qaldı nə? Təhlükəsiz və məsuliyyətli şəkildə. Təhlükəsiz və məsuliyyətli şəkildə. Bunu qeyd eləmək üçün təhlükəsiz və məsuliyyətli
Əslində şəkildə ingilis dilində yoxdur. Şəkildə bizim zərf olduğunu qeyd eləyir və ingilisində bu sadəcə elva şəkilsinə yazır. Təhlükəsiz zərf olaraq safely and məsuliyyəti də responsibly. Responsibly. Bu da olur. Burada elvay artıq şəkildə sözünü əvəz edir. Yəni onu yazmağa ehtiyac yoxdur. Son cümləmizdə yazaq. 30 dəqiqə oldu artıq videomuz. Ümumilikdə festivallar insanları birləşdirir və mədəni ənənələri canlı saxlayır. Ümumilikdə overall, bunu demək olar ki, inşalarımızda bu videoya qədər heç istifadə eləməmişik. Çalışıram hər bağlayıcıdan müxtəlif fərqli texnikalardan və ya bağlayıcılardan istifadə eləyək. Overall festivals connect people, çünki burada daha doğrusu birləşdirir insanları. Festivallar mübtəda, birləşdirir xəbər, insanları tamamlıq. Connect people. Bəzən uşaqlar soruşur ki, insanlarda da I şəkilsi var. Bu nədir ingilisində? Xeyr, ingilis dilində I şəkilsi yoxdur. Ona görə people-ı sadə yazırıq. And keçirik ikinci cümləyə. Mədəni ənənələri canlı saxlayır. Birbaşa xəbərlə başlayırıq, çünki biraz əvvəldə dedim. And-dən sonra mübtəda verməyə ehtiyac yoxdur. Mübtəda əvvəldə artıq festivals verilir. Saxlayır. Saxlayır nədir? Keep. Ən ümumi saxlamaq. Keepdir. Keep saxlayır. Nəyi saxlayır? Mədəni ənənələri. Mədəni cultural, culture mədəniyyətdirsə, mədəni də olur cultural. Ənənələri traditions verə bilərik. Artıq bu sözü ikinci səfərdə təkrarlayırıq. Problem yoxdur. Yerində təkrarlamadır. Cultural traditions canlı saxlayır. Alive. Son olaraq da bunu deyim. Keep'dir, make'dir, find'dir. Əsasən bu feillərlə sifət bir yerdə işləndikdə canlı saxlamaq, məsələn, tutaq ki, nəyisə xoşbəxt etmək, bu feillə sifət arasına girəcək tamamlığımız. Burada cultural traditions tamamlıqdır. Keep-lə alive isə bir yerdə canlı saxlamaq feilidir. Amma tamamlıq keep, find, make-li birləşmələrdə araya girir. Bunu da yadda saxlayın. Bu qədər təşəkkür edirəm. Sona qədər baxdınızsa, diqqətiniz üçün çox sağ olun.